Əziz müsəlmanlar, namaz qılmamaq böyük günahdır. Bəzən insana deyəndə ki, sən günah etmisən, deyir ki, mən neynəmişəm ki? Təsəvvür edin ki, sübh namazı girdi, qılmadın. Zöhr namazı girdi, qılmadın. Əsr namazı girdi, qılmadın. Məğrib namazı girdi, qılmadın. İşə namazı girdi, qılmadın. İnsana günah yazılır. Təsəvvür etsəsən namaz qılmadığına görə. İndi təsəvvür edin, insan 1 ildir, 5 ildir, 10 ildir namaz qılmır. Təsəvvür edin, insana nə qədər günah yazılır. Uca Allah Quranda belə buyurur. Ayənin mənasını deyirəm. Onlar cənnət bağlarında bir-birlərindən soruşacaqlar, günahkarlar barəsində. Sizi səqərə salan nədir? Yəni cəhənnəmə. Onlar deyəcəklər, baxın, biz namaz qılanlardan deyildik. Əziz müsəlmanlar, ömür çox qısadır. Onsuz da biraz yaşayıb ölüb gedirik. Sizcə dəyərmi namazsız Allahın huzuruna çıxmağa? Otur, bunu biraz düşün.